olunmazlarsa, müalicə olunarlarsa, müalicəyə tabe olurlar. Və yaxud da digər kanserogen xəstəliklər olsun. Bunların ortaya çıxmasında rol oynayırlar viruslar. Təbii ki, mən deyə bilmərəm ki, A virusu yaxud da B virusu. Bu müəyyən qədər bugün tam olaraq aydınlaşmamış bir mövzudur ki, hansı virus potensial olaraq hansı xəstəliyi ortaya çıxara bilər. Bəzi infeksiyalar istisnadır. Məsələn, hepatit B virusunun hepatit yaratdığı məlum məsələdir. Söhbət virusların insan genomuna keçdikdən sonra hər hansısa bir illər sonra, məsələn, xərçəng xəstəliyini yaratma potensialından gedir. Amma belə müəyyən olunub ki, ən azından belə düşünülür ki, viruslar potensial olaraq insan genomuna öz genetik materiallarını ötürdükdən sonra gələcəkdə hər hansısa bir müalicəyə çox çətin tabe olan xəstəlik yarana bilər. Ona görə də və çalışın ki, virus infeksiyaları, istər bu bağırsaq infeksiyaları olsun, istər bu qrip infeksiyaları olsun, maksimum